Elhamdülillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Ramazan ayının sonuna dək bu duanı çoxlu şəkildə et. Allahümmə innəkə afuvun tuhibbul afva fa'fu anni. Allahım, həqiqətən sən əff edənsən, əff etməyi sevirsən və məni əff et. Və yaxud fa'fu annə, bizi əff et. Və bu duanı usanmadan, yorulmadan de və çoxlu təkrarla. Əgər Allah Teala səni əff etdisə, qurtuluşa çatır, nicat tapır və səadətə qovuşanlardan olursun. İbn Qayyim rahimehullah buyurur ki, dua etdiyin zaman əgər vaxt daralarsa və qəlbində ehtiyacların çox olarsa, bütün duanı Allahdan əff istəməyin olsun. Bütün duanın hər bir hissəsini bundan ibarət et. Əgər Allah Teala səni əff edərsə, bütün ehtiyacların istəmədən sənə gələr. Allahümmə innəkə afuvun tuhibbul afva fa'fu